Elə insanlar var ki, yaşadıkları ömür cild-cild kitablara sığacaq qədər zəngin və maraqlıdır. İnsanlar yaşayır, illər bir-birini əvəz edir, zaman isə sakitcə irəliləyir. Hərbi jurnalist Roza Əlqızının həyat hekayəsi isə təkcə fərdi taleyin deyil, minlərlə əsgərin, şəhidin və bir xalqın yaddaşının hekayəsidir. Bu gün isə həmin yaddaşın daşıyıcısı, o həyat hekayəsinin sahibi, hərbi jurnalist Roza Əlqızı mənim müsahibim. Roza xanım, bir daha xoş gördüm sizi və çox təşəkkür edirəm ki, belə bir görüşə şərait yaratdınız. Roza xanım, hər peşənin çətinliyi var. Bəs qadın hərbi jurnalist olmaq sizdə hansı çətinlikləri yaratdı? Mən heç gənclik yaşamadım, öz həyatımı yaşamadım. Bir dəfə gedim ailəmlə, uşaqlarımla bir kafedə, bir restoranda oturun, bir şənlik edin, bunlar olmadı. Bütün ömrüm, günüm hamısı keçdi bu bölgələrə. 88-ci ildən, yəni hələ ordu qurulmamışdan bu bölgələrə gedib gəldim. Sonra 92-ci il oldu, özümüzün milli ordumuz yaradıldı. Mən o vaxtdan bu vaxta qədər 32 ildir bütün vaxtı, yəni mütəmadi olaraq cəbhə bölgələrində olmuşam, əsgərlərlə görüşmüşəm, zabitlərlə görüşmüşəm. Hətta 92-ci ildə qəzetdən başqa mən qeyri-hökumət təşkilatı yaratdım. O vaxtı 1-2 dənə qeyri-hökumət təşkilatı var idi ki, mən də bunu Səngərlərdə yaratdım. Necə oldu yarandı Səngərlərdə? Deməli, bizim o vaxt post rabitə sistemi yox idi. Əsgərlərdən gedirdim, məktubları yığırdım, aparırdım, yəni öz maşınımızla valideynlərinə verirdim. Valideynlərindən isə gətirirdim bunu əsgərlərimizə verirdim. Baxdım ki, elə mən bir iş görürəm. Ona görə düşündüm ki, belə bir təşkilatı yaradım. Üzü o vaxtdan bu vaxta qədər, yəni mən bölgələrdəyəm. Sizə deyim ki, məsələn, mən deyim ki, qadın oldun, kişi oldunsa, getdiyin yollar çətindir. Amma qadın kimi mən elə bir çətinlik hiss eləməmişəm. Evdən də mənə dəstək olublar. Yəni, evdəkilər də hamısı milli ruhlu insanlar idi. Öz ailəmizdə, qardaşım da. O vaxtı prezident fərmanına əsasən evin tək oğullarını əskəriyə aparmırdılar. Mənim qardaşım, biz 5 bacıydıq, bir qardaş. Gördü ki, mən əynimdə forma, hərbi forma, o da özü könüllü olaraq getdi, orduya yazıldı, döyüşlərdə iştirak elədi və sonrası, döyüşündə Laçının sonrası döyüşlərində yaralandı. Yəni, o anı da mən heç unuda bilmirəm. Mən hərbi xidmətdəydim, xəbər gəldi ki, qardaşını vurublar, ölümcül haldadır, gətiriblər travmatologiya, o vaxt hospital yox idi, travmatologiya. Gecə ilə getdim, gördüm qardaşım, böyle neçə dənə yəni əsgərlər var, özlərində deyirlər, halsızdılar. Deməli, orada qardaşım vurulub, Laçını çıxa-çıx vaxtında. Baxıblar ki, bu ölür, onu qoyub çıxıb gəliblər. Arxadan gələn bir bitir, baxıb ki, bizim bu əsgərimiz var, görüblər ki, nəfəs alır, götürüb gətiriblər onu yenidən Xanlıq hospitalına, oradan da Bakıya. Yəni, bu hadisəni də unutmuram. Atam da deyim ki, yəni qardaşım indi 2-ci qrup Qarabağ əlilidir, qazidir. Atam da 41-45-ci ilin Böyük Vətən müharibəsi veteranıdır. Ailəmizdə elə bir ailədə 3 dənə veteran var, müharibə veteranı. Bilirsiniz, mən də müharibə veteranıyam, daxili qoşunların zabiti olaraq. Yəni o vaxtdan bu vaxta bütün ömrüm, günüm, yəni bu bölgələrdə keçdi. Roza xanım, sizin bildiyim qədərilə 3 qızınız var. Bəs cəbhəyə yollanan zaman övladlarınızı kimə əmanət edirdiniz? O vaxt 2 qızım var idi. 3-cü qızım illər sonra oldu. Yəni evdə qoyurdum bir-birlərinin yanında. Bacım gəlirdi, tutaq ki, evdəki kimlər varsa qohumlardan, onlar da deyim, gəlib bizdə qalırdı. Və mən ilk dəfə bunu çox, yəni mənə sual veriblər, çox qəzetlərdə, çox mətbuatda, müsahibələrimdə də demişəm ki, ilk dəfə cəbhə bölgəsinə gedəndə birinci qızlarımı yuyundurardım, çimizdirərdim. Nəyə görə? Çünki düşünürdüm ki, birdən gedərəm, mənə güllə dəyər, şəhid olaram. Bu uşaqlar bir həftə baş qarşılar üzrə kirin içində qalmasınlar da, yəni ona görə də yuyundurub gedirdim ki, olmasın bir həftədə olsun, 10 gündə olsun bu uşaqlar təmiz olsunlar. Və ilk dəfə bunu eləyərdim bölgələrə gedəndə. Gedib gələrdim. Yəni ki, o illər necə gəldi, getdi, mən onu bilmirəm. Yəni döyüş vaxtı, yəni mən axı 92-ci ildə həm də rəsmi hərbi xidmətə çağırıldım. Binəqədi rayon hərbi komissarlığı tərəfindən bizim Daxili İşlər Nazirliyinin daxili qoşunlar komandanlığında
şəxsi heyətlə, yəni ictimaiyyətlə əlaqə şöbəsində rəis köməkçisi işlədim. Bir müddət keçəndən sonra, yəni o vaxt təzə idik də, təzə yaradılmışdı. Özümüzün milli, yəni ordumuz idi, milli geyimlərimiz var idi. Mən ilk ora gedəndə polislə bizdə hərbi eyni idi. Bizim həm polis formamız var idi, həm hərbi formamız var idi. Bir gün mən eşitdim ki, hardasa bizdə bir zavod var, ulduz zavodunun yanında. Bilmirəm, orada bizim ilk olaraq milli ulduzlarımız hazırlanır Azərbaycanın. Bir də milli paqonlar hazırlanır. Yerini öyrəndim, getdim o zavoda. İnanırsınız, gənc qız idim. İndi bəlkə də getməzdim. Yəni bu yaşla əlaqədardır. Ya nəsə həvəs idi də. Getdim zavodun direktoru ilə görüşdüm. Dedim ki, bəs mən eşitdim sizdə bizim Azərbaycanın milli həm paqonları var, çinləri də, həm də ki ulduzları var, 8 guşəli. Biz o vaxta qədər Sovet, yəni hərbi geyimini geyinərdik. Dedi ki, biz hələ bunun təzə eskizlərini hazırlamışıq. Siz bunu hardan xəbər tutdunuz? Baxdı, oradan çağırdı katibəsi, köməkçisi gəldi. Dedi ki, xanım xəbər tutub gəlib, yəni elə bir ki, bunu əliboş qaytarmayaq. Bir ovuc mənə ulduzlar gətirdi, bir də 5 dəst paqondan gətirdi. Yaşıl idi, yaşlı paqon idi. Bir də ki, ulduzlar 8 guşəli ulduzlar idi. Mən onu gətirdim, birini özümə götürdüm. İlk Azərbaycanda ilk o paqonu mən çiynimdə daşımışam, bir də o 8 guşəlini. Birini komandanıma verdim, ikisini verdim Müdafiə Nazirliyinin müavini var idi, Talih müəllim, ona verdim. Birini də bizim şöbələrdən birinə verdim. Yəni o vaxtda o milli paqonlarla şəhərdə gəzəndə çox maraqla baxırdılar, yaxınlaşıb soruşanlar var idi ki, bu nədir belə, bu nə ulduzdur. Yəni o vaxtlar, yəni bunu həvəslə gedib götürmüşdüm. Bəs cəbhədən ilk reportajınızı necə xatırlayırsınız? İlk reportajım yəni bu idi ki, mən bizim Qubadlı batalyonun dedilə yaradılır, könüllü. Mən də maraq elədim, getdim ora. O zamanları ilk 1-ci batalyon yaradılmışdı. Özünün müdafiə batalyonu. Dağbəyi Məhiyyəddinov idi, komandir. Bir də rəhmətli bizim Azərbaycan milli qəhrəmanı Əliyar Əliyev. Yəni bu insanlarla görüşdüm. Onların da mənə dəstəyi çox böyük olub. İlk dəfə mənə güllə atmağı da rəhmətli Əliyar Əliyev yəni öyrədib. Bir çox bölgələrdə olduq o vaxt onlarla. Yazı düzündə ermənilər Davidbek adı qoymuşlar bizim Davudlu postuna. O postda oldum. Yəni bir çox postlarda olduq orada, yəni. Oradan yazılarımı hazırladım, gətirdim. İlk dəfə Səhər qəzetində çıxdı. Yəni ilk olan mən forma verdilər mənə, uşaqlar üstdən geyindim. Əlimdə silah, şəklimdən Səhər qəzetində çıxdı. Yəni o da çox yəni o vaxt idi də 92-ci ildə çox maraqla qarşılanmışdı. Yəni bunu unutmuram. Yəni ilk dəfə Səhər qəzetində çıxıb. Bəs ailə üzvlərinizin münasibəti necə olmuşdu bu sahəyə gəlməklə? Bu sahəyə gələndə bax əvvəlsindən başlayım ki, mən hamı deyirdi evdə babama ki, bu nədir, qızı qoysan, qız nədir, jurnalist olmaq nədir, gələcəyi var, ailə həyatı var. Hətta bir yəni hadisəni heç unutmuram ki, babamla gəlmişdi Azərbaycan nəşriyyatında bir özüm girib çıxdığım o şeylər yox idi, redaksiyalar babamla girirdim, tanış olurdum. Təşviqatçı jurnalı var idi o vaxtı. Orada çox gedib gələrdim, yazılar verərdim. Oranın baş redaktoru var idi, Əlsafa Məmmədov da, Allah rəhmət eləsin, çıxdı. Atamla tanış elədim, yəni babamla da, baba deyildi atamıza. Dedi ki, yekə kişi sən utanmırsan, bu nədir qızını qatıb qabağına gəlmirsən ki, qızım jurnalist olacaq. Ayıb deyil. Bunun sabah gələcəyi var, bunun evlənməsi var. Bunu bəlkə sabah yoldaşı qoymayacaq. Yəni onu heç unutmuram da. Amma qismət elə gətirdi ki, vallah mən nətər deyim, mən insan öz nətər deyim, məsləyindən dönməyən də hər şeyinə yəni nail olur öz istədiyindən. Baxmayaraq ki, evdəki çox qısqanc olsa da, belə şeyləri qəbul etməsə də, bir dəfə, iki dəfə artıq bunu eləyəndə də yolun açıq olur. Yəni öncə qardaşımla gedirdim, yəni o Qubadlı batalyonu dediyim Qazax tərəfi, yəni ora qardaşımla getmişəm ilk dəfə. Gənc idim. Belə, yəni problem olmadı mənə, o qədər elə bir problem olmayıb. Yəni özüm hara istəmişəm, bir də bəxt dedim, məndə elə bir şey var ki, mən nə istəyirəm, Allah mənə onu kömək eləyir. Yəni Allahın gücünə vasitəsilə ondan güc alıram. Nəyi istəmişəm, bax bu vaxta qədər
onu mənə Allaha sığınaraq, ona təvəkkül edərək, yəni ki, ona görə bu istədiyim hər bir şey, deyim ki, ürəyimdə qaldı, yox. İş sahəmdə, yəni bütün bu iş nailiyyətlərimdə jurnalistika sahəsində nə istəmişəm, yəni ona çatmışam. Prodüser olmusunuz. Bəs o cəmiyyət necə yarandı? Bəs mən bayaq öncə dedimdə 92-ci ildə mən cəbhə bölgələrinə gedib gəlirkən, orada əsgərlərlə görüşürkən mən deyirdim kimin evdə nə sözü var. Yəni onlar mənə yazırdılar məktublar. O vaxt poçt rabitə sistemi nəsə yox idi, zəif idimi bilmirəm, bəlkə nədirsə yox idi də. Mən alırdım o məktubları, tutaq ki, aparırdım onu verirdim valideynlərinə. Valideynlərindən də alırdım, gətirirdim o əsgərlərimizə verirdim də. Belə bir körpü yaratmışdım. Baxdım ki, bu elə bir işdir, başladım o təşkilatı yaratmağa da. Yəni Əsgər Asil Cəmiyyəti 92-ci ildə sırf cəbhə bölgələrində yaradılıb. O vaxta qədər 2-3 dənə qeyri-hökumət təşkilatları var idi. Mən yaratdım, sonra rəhmətli Etimad Əsədov yaratdı Qarabağ Əlillər Cəmiyyətini, bir də Altay Məmmədov var idi, o da Böyük Vətən Müharibəsi Veteranlar Birliyini yaratdı. Bax, beləcə yaratmışıq QHT-nin birini, bir də Zemfira xanımın yəni belə bir təşkilatı var idi. Az idi yəni. Yəni belə yaradıldı. O yaradılandan da bu yana, yəni jurnalist kimi cəbhə bölgələrində oldum. Qeyri-hökumət təşkilatı kimi də düz neçə illər mən Avropada, Türkiyədə Qarabağ Azərbaycandır deyə konferanslar verdim. Məsələn, məktəblərdə, universitetlərdə ermənilər bir cür təbliğat edirdi. İllər boyu ermənilər öz yalanlarını, elədikləri o vəhşilikləri bizim adımıza çıxmışdılar. Xarici ölkələrdə yayırdılar. Bizi vəhşi kimi qələmə verirdilər. Biz də başladıq, yəni açmağa, göstərməyə, tanıtmağa, Qarabağ Azərbaycandır deyə əsas Qarabağ gerçəklərini təbliğ edirdik. Erməni terrorunu, yəni Xocalı soyqurunu bütün dünyaya yayırdıq. Yəni ömür bax beləcə keçdi. Şükürlər olsun Allaha ki, yəni əziyyətimiz də əlimizdə qalmadı. Yəni Azərbaycan Ali Baş Komandan İlham Əliyevin əmri ilə, Azərbaycan ordusunun əzmi ilə, Allahın gücü ilə, qardaş Türkiyə dövlətinin yəni dəstəsi ilə işğal olunmuş torpaqlarımız azad edildi. Yəni döyüşçülərimiz qəhrəmanlığı nəticəsində yenə Qarabağımız özümüzə qaytarıldı. Bəs vətənpərvərlik hissləri analıq hisslərindən doğrudan mı güclüydü? Bilirsiniz necədir? Əlbəttə, mən Quranda da var ki, vətəni sevmək imandandır. O vaxtı 92-ci ildə Cavanşir Quliyevin Azərbaycan əskəri marşı var idi. Yəni o marşı eşidəndə insan dayana bilmirdi. Həm də vətənpərvərlik hissləri, bizim gəncliyimiz vətənpərvərlik hisslərinin yüksəliş anına düşdü 92-ci ildə. Yəni o zamanki milli hökumətimiz quruldu, yəni Sovetlər Birliyindən ayrıldıq. İnsanlar çox bir-birinə həm səmimi idilər, insanlar bir-birinə çox doğma idilər. Hamı vətən üçün, yəni belə bir şey var idi. Amma yeni idik deyə, yəni ordu elə yeni yaradılmışdı, güc yox idi. Yəni əlbəttə ki, indiki ordu ilə o vaxt ordu müqayisə eləmək olmazdı, amma vətənpərvərlik hissi daha güclü idi. Bir də son anda məsəl üçün söhbəti mənə gətirirsiniz. Yəni onu demək istəyirəm ki, bəli, əlbəttə ki, yəni mən elə olmasaydı, əlbəttə ki, getməzdim də. Getməzdim. Mən istəyirdim gedim, əsgərlərimizin yanında olum, nəsə hazırlayım, nəsə bir yazı hazırlayım, gətirim. O qədər köməkliklərim dəyib və yaxud da ki, bax, bu illərdə yadımda qalan qara xəbər vermək çox çətin bir şeydir də. Yəni həqiqətən mən o qara xəbəri də vermişəm, yəni əsgərin, şəhidin atasına. Biz orada gəldilər mənə xəbər verdilər ki, Beyləqan tərəfi idi məncə. Bax bunu da deyim, bizim də çox köməkliyimiz olub bu təşkilatın xətti ilə. Məsələn, cəbhə bölgəsinə yaxın bölgələrdə, rayonlarda bəzən problem olurdu. Gəlirdi əsgər, şəhiddir, qalıb ortalıqda. O göndərmək məsələsi var sahibinə. Bax, bunu dəfələrlə çıxmışam icra hakimiyyətinə. Bu xəttinə onların sahiblərinə, yəni ünvanlarına çatdırmasına nail olmuşuq. Birini isə uşaqlar gətirdilər, yəni dedilər bu ölmüşdə, yəni şəhidin boğazına asılan yoxdur, onun içində onun ad familiyası olur. Onu çıxartdıq, bax, indiki kimi yadımdadır, orada yazılmışdı Abşeron rayonunun Çaylı
qəsəbəsi. Məmmədov Rəşad Xoşbəxt oğlu idimi, yoxsa Məmmədov Xoşbəxt Rəşad oğlu? Mən qayıtdım, gəldim oradan, qalıb ortalıqda. Getdim Abşeron hərbi komissarlığına, danışdım, dedim belə sizdə belə bir əsgər varmı? Sizin tərəfdən gedibmi? Yəni göndərmisiniz? Dedi, baxdı jurnala, dedi, yox, bizdə belə bir qeydiyyat yoxdur, bu bizim tərəfdən getməyib. Dedim, necə ola bilər? Bu gənc əsgərdir. Bəlkə dedi, könüllüdür. Bilmirəm dedim, özüm xəbər apardım, göndərdim, yəni özüm xəbər göndərdim Abşeron rayon Çaylı qəsəbəsinə. Bir də gördüm, yəni atası gəldi, qapını döydü. Bircə kəlmə mənə dedi ki, mənə düzün söylə, oğlum sağdırmı, yoxsa şəhid olub? Yəni o çox çətin an idi mən ona xəbər verməyim ki, dedim ki, şəhid olubdu. O zaman onun atası elə bir ki, boğuldu. Beləcə özünü gücün saxladı da qəhərdən getdi. Yəni bu hadisəni də mən unuda bilmirəm. Müharibə sizdən nələri aldı və nələri qazandı? Müharibə məndən aldı, deyim ki, mənim vətənimi aldı, mənim evimi aldı, mənim cehizlərimi aldı, hər bir şeyimi müharibə əlimdən aldı. Gəncliyimi əlimdən aldı, bəlkə də jurnalistikada başqa bir sahəyə yiyələnərdim, tanınmış bəlkə bir televiziya jurnalisti olardım. Yəni çox şeylər aldı da əlimdən. Qazandığım da oldu ki, yəni hərbi jurnalist kimi, hansı ki mən uşaqlıqda dedim ki, babama demişdim məni hərbi məktəbə götürsün, ora mən gedim, sənədlərimi verim demişdi ki, ora qadınları, qızları götürmürlər. Yəni bu arzumu, bunu verdi mənə hərbi jurnalist olmağı, hərbiçi olmağı. Qazandığım bu oldu. Yəni qazi adı almaq, müharibə veteranı almaq, bundan bir yüksək bir ad mən bilmirəm də. Bunu mənə müharibə verdi. Bizim işğal olduğumuz torpaqlarımızın, yəni azadlığını verdi. Mən ilk dəfə getdim də, yəni zəfərdən sonra mən düşünürdüm ki, gedəcəm, kəndimizi görəcəm, evimizə baxacam, düşünürdüm ki, gedəcəm, qapını döyəcəm, ana gəlmişəm deyəcəm, tələbəlik illərində olduğu kimi, amma getdim, nə darvazamız yox idi, nə anam yoxdur, nə qapı, heç nə yox. Baxdım, belə kənd dəyişilib, mən inanmadım. Biz qeyri-hökumət təşkilatları agentliyin xətti ilə getdik o zaman. Dedi, bura mən dedim, xanlıqdır bizimki, dedim, ola bilməz. Düşmüşəm bu ermənilər, bu şərəfsizlər, necə eləyiblərsə, kəndin bütün istiqamətini dəyişiblər, özləri, yəni, tarixə salsınlar da, heç nə yox, bütün istiqamətləri dəyişib. Qaldım, belə dondum, haradır bura, məhləmiz yox. Yəni, mən orada məni kövrələcək bir çöpə rast gəlmədim ki, mən onu görüm, kövrəli. Mən demişdim ki, ağlayacam orada, ürəyimi boşaldacam, amma bir çöpə rast gəlmədim ki, bunu xatırlayım, onu görüm, kövrəlim. Heç bir şey, məktəbimiz yox, məktəbimizi uçurduqlar, yol var idi, o yollar yox, məhlə yox, heç nə yox. Bax, müharibə bunları aldı bizdən, yurdumu, yuvamı aldı, o uşaqlıq xatirələrimi aldı məndən ermənilər. Yoxdur uşaqlıq xatirələrim. Yenə işğaldan öncə, yəni azad olmamışdan öncə xəyallarım var idi. Düşünürdüm, bax, oxuduğum məktəbə gedəcəm, məhləmizə gedəcəm, evimizə gedəcəm. Hər gecə də yuxularımda görürəm. Hər gecə yuxularımda görürəm. Amma getdik ki, o işğaldan sonra, zəfərdən sonra daha o xatirələrim də çalındı. İndi nəyə xatırlayacam? Yox oldu, hər bir şey puça getdi. Bəs qadınların əlinə silah alıb döyüşməsi, cəbhədə iştirakı sizcə cəmiyyət tərəfindən nə bir mənal qarşılanır? Bilirsiniz necədir? Yəni, belə xanımların, məsələn, mən baxmayaraq ki, özüm döyüş bölgələrində olmuşam, bəzi vaxtlar mənə də döyüşçü kimi təqdim edirlər, mənə xoş gəlmir. Çünki mən döyüşçü deyiləm, mən jurnalistəm, mən qələmimlə döyüşmüşəm. Mən özüm də heç istəmirəm ki, yəni problemlər var, çətinliklər var. Qadının, məsələn, əlinə silah alıb döyüşməsini istəmirəm. Var idi, ilk dəfə mən, məsələn, o vaxt Qubadlıya gedəndə xanım idi, qızlarımız var idi orada. Çox qəhrəman qızlarımız olub. Rəhlə var, Orucova, ondan sonra Nurcahan xanım var. Yəni, tanıdığım çox qadınlar var. İndi belə olanda bəzən adam xatırlaya bilmir. Çox qeyrətli xanımlarımız var. Mənim çox xatirələrimiz var qadınlarla
bağlı. Mən daxili qoşunlarda xidmət edəndə bizə çox qadınlar gəlirdi. O zaman komandan yönəldilirdi ki, get, gənc qızlar olurdu hətta. Get bunları başa sal, burada qalsınlar, xidmət eləsinlər. Birbaşa cəbhə bölgəsinə getməsinlər. Bax, Könül adlı bizim şəhidimiz var. Yəqin ki, hər kəs onu tanıyır. 18 yaşı vardı, 17-18-ə keçmişdi. Mən ona dedim ki, getmə cəbhə bölgəsinə, burada qal, bizim yanımızda. Şəhid ailələrinə gedərsən, məsələn, biz ki, göndərirdik onlara dəstək olmağa, yardım aparmağa. Dedi, yox, Şəkidə orta məktəbi bitirib gəlmişdi. Getdi bölgəyə və şəhid oldu. Sonra Məlahət xanım var idi, o da bizə mülki idi, gəlirdi. O da ailələrə gedib baş çəkmək üçün. Bir gün bizi ezamiyyətə göndərirdilər. O Ağdərə istiqamətinə, mən də Qubadlı, Laçın, Zəngilan tərəfə. Koridorda, yəni dəhlizdə rastlaşdıq. Məlahət mənə dedi ki, gedirəm, ölsəm məndən kitab yazarsan. Mən də dedim ki, bəs mən ölsəm məndən kim yazar? Baxdıq bir-birimizə, görüşdük də, getdik. Mən getdim o bölgəyə, 3 günündə eşitdim ki, Məlahəti vurublar, yəni snayperlə cəsədini də götürə bilmirlər. Roza xanım haqqında xoş fikir bildirənlərdən biri də bizim tanınmış şairəmiz Gülayə Könüldür. Xoş gəlmisiniz Gülayə xanım. Və mən çox istəyərdim ki, Roza xanım haqqında siz öz fikirlərinizi bölüşəsiniz. Onu necə biri kimi tanıyırsınız? Xoş gördük Həzər xanım. Həzər xanım, Roza xanım haqqında çox eşitmişdim. Haqqında müxtəlif jurnallarda, qəzetlərdə o zaman 92-ci illərdən bəri Roza xanımın fəaliyyəti yazılırdı. Öz haqqında yox, özü gördüyü işlər haqqında yazırdı. Bu kimi Roza xanımı bu kimi işlərdən xəbərim var idi, belə tanıyırdım. Amma həyat ilə gətirdi, bizim məsləkimiz birdir, nə mənada mən də bir təşkilat rəhbəriyəm. Biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tədbirlərinin birində tanış olduq. Və Roza xanımın əslində tanıdığıma, yaxından tanıdığıma, yaxından onun varlığına şahidlik etdiyimə çox sevindim. Və ondan sonra Roza xanımı kəşf etdim. Mən Roza xanımın bu sakit, məlhəm görkəmində bir mübarizlik var. Bir böyük sevgi var. Məsələn, insan həyatda nəyə nail olsun, sevgi olan yerdə nail olmaq olur. Yəni, Roza xanımın ürəyində, qəlbində, ruhunda mən o böyük sevgini vətənə, torpağa, millətə, o sevginin şahidi oldum və o sevgini gördüm. Əskər ailəsi təşkilatını da Roza xanım təsadüfi bir təşkilat deyil. O da bir sevgidən yaranıb. Roza xanım o təşkilatın vasitəsilə bütün rayonlarımızda əskərlərimizlə görüşür, gənclərimizlə görüşür. Eləcə də şəhid analarla görüşür. Ömrünü bax bura qədər belə yaşayıb Roza xanım. Xalq üçün, insanlar üçün, cəmiyyət üçün, yaşadığı cəmiyyətə xeyirli bir anadır. Yaşadığı cəmiyyətdə xeyirli bir insandır. Mən Roza xanıma əlahəddə Roza xanım mərhəmətli bir insan, mərhəmətli bir anadır. Mən təqdir eləyirəm Roza xanımı bir dost kimi. Tali məsələsi də biz həm də qonşuyuq, yaxınıq. Mən ona can sağlığı arzu edirəm. Roza xanımın haqqında yeganə bir sözüm qalıb, onu çoxdur sözüm. Çox söz danışaram Roza xanım haqqında. Gələcək nəsillərimizə oğlan oldu, qız oldu, fərqi yoxdur. Gənclərimizə böyük bir nümunədir.